Media məkanında ana dili, peşəkarlıq və milli mənəvi dəyərlərin sintezi dil normalarının tətbiqi və institusional dəstək, jurnalistikanın yeni inkişaf paradigması Prestvazın analitik qrupu bildirir ki, 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən bu təlim proqramı dövlət dilinin mediada düzgün və səlis tətbiqini təmin etmək üçün sistemli yanaşmanın nümunəsidir. 1. Dilin saflığı və ictimai məsuliyyət institusional yanaşma, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun qeyd etdiyi kimi, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir dövrdə jurnalistlərin dil norma və qaydalarına bələd olması peşəkar jurnalist mühitinin möhkəmlənməsinə xidmət edir. Efirin nümunəvi rolu Azərbaycan televiziya və radio verilişləri XÇ-nin sədri Rövşən Məmmədov efir məkanının cəmiyyət üçün nümunə rolunu oynadığını vurğulayaraq, aparıcıların və jurnalistlərin nitq mədəniyyətinin keyfiyyət yüksəlişi üçün vacib olduğunu bildirib, elmi və pedaqoji dəstək, bunun rolu elmi-praktik baza. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev layihənin uğurunu elmi yanaşma ilə əsaslandırıb. BDU-nun alimləri təlimlərin həm təşkilində, həm də tədrisində fəal iştirak edərək, təlimin stenoqramları əsasında mediada Azərbaycan dili kitabının ərsəyə gəlməsinə töhfə veriblər. Yol xəritəsi, Prezident İlham Əliyevin dövlət dilinin saflığı ilə bağlı səsləndirdiyi fikirlər və bu istiqamətdə keçirilən elmi-praktik konfranslar media mühitindəki dil məsələləri üçün strateji yol xəritəsi hesab olunur. Layihənin coğrafi və keyfiyyət göstəriciləri regional əhatə, layihə çərçivəsində təlimlər təkcə Bakıda deyil, həm də Quba və Lənkəran şəhərlərində təşkil edilib. Auditoriya, Bakıdakı 24 təlim və regionlardakı 4 təlimdən ümumilikdə 30-dan çox regional media nümayəndəsi, eləcə də 50-yə yaxın jurnalist, redaktor və aparıcı təlimlərin nəticəsi olaraq hazırlanan mediada Azərbaycan dili metodik vəsaiti və maarifləndirici podkastlar, jurnalistlər üçün davamlı istifadə edilə bilən praktik mənbələrdir. Nəticə Prestvaz analitik qrupu hesab edir ki, bu təlim proqramı jurnalistlərin sadəcə dil biliklərini deyil, həm də milli mənəvi dəyərlərə olan həssaslığını artırıb. Dilin saflığının qorunması, cəmiyyətin etibarlı informasiya ilə təmin olunması üçün əsas zəmin yaradır. Təhlil, mediada Azərbaycan dili layihəsi. Dövlət qurumları və ali təhsil müəssisələrinin birgə əməkdaşlığı ilə media mühitinin təmizlənməsi və yüksəldilməsi üçün dayanıqlı bir model ortaya qoyur. Prestvaz, Azərbaycanın etibarlı informasiya mənbəyi.